Deməli biz Python quraşdırmışıq, Visual Studio Code quraşdırmışıq, amma ki hələ işə salmamışıq deyək. Bax bunu da bağlayıram, bunu da bağlayıram. Bax açdıq. Və biz burada ümumiyyətlə bu Visual Studio Code açanda biz buradan açmalıyıq o faylı, amma ki gəlin belə bir şey deyək. Ümumiyyətlə daha səliqəli olsun deyə nə edirik? Gəlir File Explorer, düzdür? Məsələn burada tutaq ki C diskində belə hardasa bir Python project və ya da Python faylı yarada bilərsiniz. Bunun içərisində və sağ kliklə folder yaradırsınız. Məsələn deyirsiniz ki project 2 tutaq ki yaratdıq. Ən çətin hissəsi bu idi. İndi keçdik Visual Code'a. Biz həmin şeyi açmalıyıq da, düzdür? File, open folder vurduq. İndi buradan gedib onun yerini tapırıq. Tutaq ki birbaşa açmaqda. Python project 2 vurduq. Açıldı belə bir hissədən. Yes trust deyək. Gəlirik burada. Bax burada. Bunu welcome bağladıq. X-ladıq. Project 2-ni açırıq. Burada new file hissədə məsələn deyək ki test nöqtə axırı py olmalıdır. Yəni Python kodları olacaq burada. Mənası odur. Məsələn JS yazsaq, yəni JavaScript kodlarıdır. Ona görə py eləyirik. Nöqtə py. Enter edirəm. Artıq biz burada kodlarımızı yaza bilərik. Yəni Python kodlardır. Bunu bir də işə salmaq versiyası var. Daha tez öyrənmək olmaz. Baxır da indi. İndi burada yazırıq. Tutaq ki A bərabərdir 5, B bərabərdir A vuraq 2 və print. Burada Visual Code'un bir şey yaxşıdır ki, burada yaza çıxır məsəl üçün. Nə istəyiriksə, bax yazır. Burada buna klikləyə də bilərik, tabı da vura bilərik. Mötərizəni açdıq və özü də bağladı. Açırsan özü bağlayır. Bizim kodlarımızı tamamlayır deyə Visual Studio Code çox rahatdır və sürət baxımından da yaxşıdır. Yazdıq məsəl üçün B-ni print edə. Düzdür? İndi mən bunu işə salmaq üçün nə edirəm? Burada run edək, daha doğrusu bir dəqiqə terminal açaq. New terminal. İndi gəldik əsas məsələyə. Mən bunu bu kodları terminalda işlətmək istəyirəm. Onun üçün yazıram. Python düzdür. Python yazandan sonra buradakı bu yaratdığımız var idi, test file. Nə yaratmışıqsa main.py. Bəli, tamamilə doğrudur. Həmin şeyin adını yazırıq. Test.py. Sonra enter-ə vururuq. Avtomatik burada bizə nəticəni göstərir. Gördünüz? Ekran bəyənin zəhmət olmasa. Yəni paylaşın. Fikir verirsinizsə, bax nəticəni gördük. Biz dedik ki, digərindən, bax biz harda istifadə VH School dedik də. VH School-dan bunun üstünlüyü nə idi? Bax bir dənə təzədən yada salaq. Yada salaq. Burada biz dedik try, burada yazdıq. Məsələn deyirəm ki, A adlı dəyişən olacaq. A adlı dəyişən olacaq. Bunu input deyək. Məsələn deyirəm ki, dırnaqda yazaq. Adınızı yazın. Dırnağa bağladım. Sonra burada da print A. Ya belə yazmır. Bir dənə buraya yazaq. Belə bir şey yazaq. Tutaq ki, özümüz başa düşək də. Salam. Düzdür. Virgül A. Belə bir şey yazaq. İndi baxaq, bu kodları həm orada işlədək, həm burada işlədək. İndi bunu yazıram. Bax, burada işlətməyə çalışıram. Vururam. Nə gələcək, baxaq. Xəta.
Yox, başa düşdüm. Biz onları keçməmişik axı. Hülya xanım, mən indidən qabaq açanlarım. Siz onları keçibsiniz deyə rahat. Biz hələ belə yazıb. Düzdür. Və bunu kopyaladım, gətirdim, atdım bura. Həmin şeyi atıram bura. Və burada klaviaturada yuxarı ox. Arrow keys. Bu belə vuraq, enter vuraq. Və fikir verin, deyir ki, adınızı yazın. Input bizdən ad istəyən bir kod. Deyirəm ki, yazıram. İndi görək xəta alacaq mı? Hüseyn enter. Fikir verin, nə yazdı? Salam Hüseyn. Nəyə əsasən yazdı? Buna əsasən yazdı. Vergül onsuz da burada vergül onsuz da boşluq qoyur. Mən təzədən bir də bunu işə salıram. Təzədən adımı yazıram aşağıda. Terminalda bax. Burada yazmaqla burada yazmaq ayrıdır. Burada biz artıq bir yazdığımız kodu işə salmışıq. Onun üstündə işləyirik. Burada amma kodlaşdırırıq. Aydındır. Bax vurdum enter. Görürsüz? Deməli printdə biz dırnaqda verdiyimiz sözləri və vergüllə verdiyimiz hər şeyi çıxarda bilirik. Bu kod burada işlədi, amma vec-də işləmədi. Çünki bu bizdən bunun terminal hissəsi yoxdur. Fikir verirsiniz, bu yəni deyir ki, mən harda səndən nəsə istəyim və istifadəçidən harda istəyim. Burada amma onu işlədə bilirik. Ona görə Visual Studio Code onun üçün kod görsüz vermədi. Çünki düzgün yazmışam. Xəta vermədi. Fikir versiniz. Bunu başa düşdük. Ervin bəy. Bəli, başa düşdüm. Yəni A adlı bir dəyişən var. Səsi bağlayın, zəhmət olmasa ancaq səsi sual verəndə açın. A adlı bir dəyişən var. Onun içərisinə inputdan gələn inputu ümumiyyətlə sual vermək lazımdır. Bax, belə bir də işlədək kodlara baxaq, sətir-sətir baxaq. Burada nə deyir? Deyir ki, adınızı yazın. Bu adınızı yazın hardan gəldi? Çünki biz inputun içərisində demişik ki, input get çağıracaqsan, adınızı yazın, mətni yazacaqsan həmin terminalda. Həmin işə düşən proqramda, fərqi yoxdur hansı proqramda. Onu yazandan sonra həmin bax qoşa nöqtə qoy və buradan bizdən yer istəyir. Fikir verirsiniz. Bu inputun mənası odur, yəni məlumat istə. Bəli, giriş deməkdir. Yəni istifadəçidən nəsə al, məlumat al. Biz burada adınızı yazın deyirik. Biz məsəl üçün bura heç nə yazmamışıq deyək. Bax, indi fikir verin. Inputla bağlı maraqlı şeylər var. Tutaq ki, input tutaq ki, boş qoyuram. Belə boş qoyaq. Bax, təzədən işə salaq kodda. Məsələn, yazdım 18. Salam 18. Mən niyə görə bura adınızı yazmışam inputun içərisində? Çünki istifadəçidən bir şeyi almaq üçün ona uyğun sual vermək lazımdır. Ona görə inputun içərisində dırnaqda adınızı yazıram ki, istifadəçiyə sual versin. İstifadəçi bilsin ki, mən nəyi yazmalıyam ora. Düzdür? Məsəl üçün, bax, tutaq ki, burada belə yazdıq. Bir dənə də B yaradaq. Deyək ki, bərabərdir. Yenə input, düzdür. Burada da deyirəm ki, yaşınızı yazın. Burada da belə bir şey yazdım. Salam A, sonra bir dənə də vergül qoyuram. Deyirəm ki, dırnaqda sizin vergül, bu biraz çətin versiyasıdır, amma təzə başlayanlar belə yazır. Sizin B, bax, diqqətli olun. B, dırnaqda yaşınız var. Fikir verirsiniz. Salam A, sizin B yaşınız var. Hər bir mətn dırnaqla açılıb, dırnaqla bağlanır. Gördünüz? Rahatdır, bəli, çünki keçməmişik deyə ondan baxırıq da, səbirli olun. İndi burada təzədən edək. İndi baxaq nə olacaq. 2 dənə input var. Deməli, bizdən 2 dənə məlumat istəməlidir. Deyək ki, adınızı yazın. Yazdım, enterlədim. İndi deyir, yaşınızı yazın. Artıq bizdən bir dənə də məlumat istəyir. Yazdım, 29. Enter. Fikir verin. Salam Hüseyin, sizin 29 yaşınız var.
İndi Hüseyndən sonra vergül olmalı idi. Avtomatik bilirəm ki, Hüseyndən sonra vergül olmalı idi. Ona görə burada məsələ nədir? Məsələn, sizindən əvvəl bir dənə belə bir vergül ata bilərəm. Bu cür yazılış təzə başlayanda asandır, amma biraz çətinləşdirdikcə çox qarışıq olur. Orada F-dən istifadə etmək lazımdır. Yəni F stringi göstərir. Bax, F necədir? Onun yazılışı. Yenə ona qayıdacağıq. Yazırıq F, dırnaq və F yazılır və dırnaq açılır. Bir dəfə dırnaq açılıb bağlanır. İçərisində başlayırıq yazmaya. Salam. Salam yazırıq. Əyri mötərizədə həmin dəyişənin adı. Düzdür? Bura qədər okeydir. Bəli, bəli. Hə. Əyri mötərizədə bax bu if o deməkdir ki, mən burada tekstdə işlədəcəm, dəyişən də işlədəcəm. Burada dəyişəni əgər bunu yazmasaq, bu əyri mötərizə falan işləməyəcək. Elə götürüb ay, salam ay yazacaq. Amma f-i qoymuşuq ki, bu string olacaq. Bunun içərisində dəyişənlər də istifadə olunacaq. Bu əyri mötərizədə a nədir? Inputdan gələn a-nın, yəni dəyəri olacaq bunun yerində. Burada salam a, vergülü bundan sonra yazdım. Yaxşı yazdım sizin. Burada yenə əyri mötərizədə nə yazıram? Bir yaşınız var. İndi buna baxaq. Görək bu necə işləyəcək. Bunun yazıcı görürsünüz necə rahatdır. Ancaq bir dənə əvvəlində F yazdıq. Dırnaq açıldı, bağlandı axırda. Bir dəfə açıldı burada, bir dəfə burada bağlandı. İçərisində də əyri mötərizədə dəyişənlərimizi istifadə elədik. İndi biz bunu nə etməliyik? Bax burada nə edək? Clear terminal var. Vurduq təmizlənsin ki, təzədən işləyək. Beynimiz yanmasın. Vurduq bir dənə yuxarını, gəldi düşdü ora axırıncı yazdığımız kod. Düzdür? Enter. Baxaq görək harda səhvimiz var. Yoxdur. Qardaş, zəhmət olmasa bir dənə sizə təklif etmişəm, onu qəbul edin. Counter-də problem var, gecə sıxılır deyə. Tamam, qəbul edin, counter-ına rahat baxın, zəhmət olmasa. Güzel vardı boşunda counter. Yəni şey eləyəsiz də echo verməz. Sağ olun siz. Xoş olduq hocam, çox sağ olun. Baxaq görə bu kodda səhv var. Mən kodda səhv görmürəm. Mən də clear edeyim. Bunu bağlayaq bir dənə təzədən alsaq terminalı. Terminal, new terminal. Main yox da, bu main deyil axı. Bizim səhvimiz buradadır. Paste. Nöqtə file. Adınızı yazın. Yazdım. Enter. Yaşınızı yazın. Yazdım. Enter. İndi baxın necə səliqəli işlər. İndi bayaqçı neydi? Prosta bayaqçında mən salam Hüseyndən sonra vergül qoymaq üçün 10 dəfə əziyyət çəkməliydim. Amma burada rahat. Fikir versin necə rahat. Bu belə. Yəni bununla da işləmək lazımdır, o birisi ilə də. O birisində təbii ki, özünün verdiyi sintaksislə işləmək lazımdır, o rahatdır. Burada özündən maraqlı kodlar yaza bilərsən, nəsə bir ideyaları yoxlaya bilərsən. Və bu hansı tərəfdə istifadə olunur? Bu input falan əsasən saytlarda, oyunlarda istifadəsindən məlumat almaq. Harasa nəsə yazırsa o databazaya düşür. Databaza deyəndə nə düşür? Məsələn, tutaq A yarat. Düzdür? Burada A yaratmaq məntiqsizdir. Burada yazmalıyıq name. Biz dünən bundan danışdıq da. Yəni ona uyğun bir şey. İngilis dilinə əsasən yazılır kodlar. Ad hansı dəyişəndə olmalıdır? Name dəyişənində. Yaş da olsun year. Yaş, il. Düzdür? Belə bir şey yaradırıq. Yəni, sonra bunların içərisindən olun. Yəni A, B falan bunlar çətin. Hətta qalmaz. Bu belə. İndi açaq nəyi? Task edəcəksiniz. Baxaq. Data tiplər. Data tiplərdən hansılar tanış olduq? Integer, tam ədədlər. Yaş 20. Məsələn, yaş yaradıq, içərisində 20.
Onluq hissəsi olmur, kəsr hissəsi olmur. Bu tərəflərdə belə deyim ki, hamı görsün. Burada da plus, minus bu işarələrdən istifadə etmək olur və bu işarələrin hansı mənaya gəldiyini biz aşağıda görəcəyik onsuz da. Və float kəsri olan, məsələn 15 tam ondan neçə, 100-dən neçə varsa, float data tip dəyişən tipidir. Və yenə burada həmin işarələrlə vurma, çıxma, bölmə olur. Kompleks nədir? Yəni həm hərf var, həm rəqəm var. Z bərabərdir 200-3 Burada həm hərf istifadə olunur, həm də rəqəm. Bu kompleks ədədlər çox proqramlaşma dilində yoxdur. Burada var. Niyə görə burada var? Çünki Python yaradan ali riyaziyyatçı olub deyə, riyaziyyatı çox sevdiyinə görə Python-ı elə yaradıb ki, burada riyaziyyata aid hər şey demək olar ki, var. Ali riyaziyyat var. Amma elə çox proqramlaşma dilində belə kompleks ədədləri yoxdur. Xəta verir və ya da problem ümumiyyətlə yoxdur. Aydındır. Bu belə bunlar, amma 4 işarəsi var. Vurma, bölmə, çıxma, bir də toplama. Bunlardan ancaq kompleks əməliyyatlar yemək olur. String mətn saxlamaq üçün olur. Mətnlər dırnaqla açılır. Plus birləşdirmədir. Vurma təkrarlama. Biz bayaq da gördük ki, vurma eləyəndə təkrarlanmışdı. Məsələn, 20-ni stringdə yazmışdıq. Onu 2-yə vuranda 2020 olmuşdu. 20-20. Bəli. Boolean tip nədir? Boolean tip true ya da false. Bir dəyəri yaradıb, ona biz true-da mənimsədə bilərik. Və yaxud da müqayisə, məsələn, deyə bilərik ki, x bərabərdir, tutaq ki, deyərik ki, bax, buradan gəlin bir dənə yoxlayaq. Bunları silərəm. X bərabərdir. Bir bərabərdir mənimsətmədə biz bunu deyirik ki, 10 y bərabərdir 5. Z də bərabərdir. X böyükdür, bax belə yazın. X böyükdür y-dən. Düzdür? Biz belə yazdıq. X böyük x yazmışıq. X böyükdür z. Bax, burada müqayisə demişik də. Bu birinci mənimsətmədir. Yəni, z nəyə bərabər? Z qutusunun içərisində nə olacaq? Bu, onun nəticəsi. X böyükdür y-in nəticəsi. X böyükdür y-in nəticəsi nədir? Deyəm ki, print z. İndi bunu işə salır. Nə çıxdı nəticə? True. Yəni, proqramlaşma məntiqində belə bir şey var. Məsələn, elə bunu necə düşünürəm? Məsələn, biri gəlir deyir ki, sən bilirsən ki, x 10-dur, y-də 5-dir. Yox, bu belə fikirləşində, birinin məsəl üçün 19 yaşı var, sənin də 30 yaşın var. Gəlir deyir ki, mən səndən böyüyəm. Ona nə deyəcəksən? Deyəcəksən ki, səhvdir. Səhv deyirsən də, sən mənə faktiki baladasan. Sən 19 yaşın var, mənim 30. Amma desə ki, mən səndən yaşda balacam, sən deyirsən, hə, düzdür. Proqramlaşma məntiqində bu çox istifadə olunur. Non ümumiyyətlə heç nə olmayanda olur. Bax, gəlin bir dənə belə bir şey yaradaq. Və undefined non çox qarışdırılır. Nona hələ gələcəm, hələ tələsirsiniz. Bax, burada məsələn yazaq t. Heç nə yaradaq, t bərabərdir. Nona hələ tələsməyək, çünki onun aşağıdadır hələ, tələsməyək. Print z elədik, müqayisələr bizə nə verdi? Boolean tip olaraq verdi. Düzdür? Tələsməyək, ona tələsməyək. Və belə də eləyə bilərik. Məsələn, deyə bilər ki, biz nəyisə içərisində istəyirik ki, bu olsun. Tutaq ki, buranı lap silirəm, bax belə. Bax, buranı silirəm. Deyirəm ki, z bərabərdir. Birinci hərfi böyüklə drop. Birinci hərf böyük olur və bu şəkildə yazılır. Biz yenə bu kodu işə salsaq, çap olunacaq ekranda true dəyəri. Yəni, müqayisə də versən, true'nu birbaşa da versən, yenə nəticə eynidir, true. Və yaxud da false. Birinci hərfi böyük, onun balaca. Aşağıda gəldim. Burada kursoru vurdum. Nəticə nədir? False. Gördünüz? Boolean tip budur. Yəni, və and or notda da çox çıxacaq bu dəyər tipi. List nədir? List, bax burada listlə tuple və set qarışdırıla bilər.
və dik qarışdırıla bilər. Bunlar bir-birinə çox oxşuyur. Mən istəyirəm ki, biz bu gün listdən danışaq. Tələsməyək. Bunları hələ saxlayaq. Bunları birdən heç bir dəyəri yoxdur. Bir də nana baxaq. Bu üç dənə saxlayaq ki, bununla qarışmasın. List kvadrat mötərizə ilə açılır. Gəlin buna aid baxaq. Gəlin bir dənə baxaq. Z bərabərdir. Kvadrat əyri mötərizə, kvadrat mötərizə. Dırnaqda yazıram, məsəl üçün, alma, vergül, armud, məsələn, nar, məsəl üçün, belə yazdıq. İndi deyirəm, Z-i print elə. Z-in içində nələr var? O listə. Yaxşı, deyirəm ki, Z-in bunu istəyəcəm indir. Bax, Z-in sıfırıncı elementini print elə. Sıfırıncı elementi, yəni biz bax sayanda nə sayırıq bunu? 1, 2, 3. Python belə saymır. Python deyir ki, yox, bu sıfırdır, bu 1'dir, bu da 2'dir. Python bu cür sayır. Təbii ki, bizə nə qalır? Bizə də hörmət eləmək qalır. Bu cür sayırsa, biz proqramlaşdırma dilini dəyişənməliyik. Sadəcə ona uyğun hərəkət etməliyik. Bu deyir ki, bax, bunun birinci elementi sıfırıncı elementdir. Mən sıfırdan başlayıram saymağa. Bax, Python'un riyaziyyata protiv getdiyi, belə deyim, hissələrdən biri budur. Bir də bərabərdir. Bax, mən deyəndə, məsəl üçün, riyaziyyatda bir nətər yazılır. Tutaq ki, 10 bərabərdir. Və yaxud da belə yazırıq. Tutaq ki, x bərabərdir 10. Düzdür? Bu riyaziyyatda da elə x bərabərdir 10'dur. Python'da da 10'dur. Düzdür? Amma burada mən tutaq ki, bizə şərt verir. Deyir, x bərabərdirsə 10 falan şey olsun. Onda biz yenə həmin riyaziyyatda bu bərabərdirdə istifadə edirik. Burada həmin o bərabərdirsə şərt kimi verirsə, -1 yazsaq. Harada yazsaq? -1 yazsaq, təbii ki, mən bunu silək. Yox, bu xəta verməyəcəyim. -1 yazsaq sağdan saymağa başlayır. Ümumiyyətlə, listi, siyahıdır. Bu -1 yazdıqda sağdan başlayır. Müsbət yazanda soldan başlayır. -1 budur, -2 budur. Bax, fikir verirsiniz, bu dəfə buradan, niyə görə 0 yazanda buradan başlamadı? Necə ki, soldan başlayanda buradan başlayır, sağdan yazanda buradan başlamadı. Səbəb nədir? Kim deyər bunun cavabını? 0 yazdım, niyə narı vermədi mənə? -1 yazanda. Onda mən belə bir iddia ataram, deyərəm ki, onda müsbət bir də bu olsun da. Çünki mən 0 deyəndə onsuz da biz bilirik ki, nəyə necə oturur? Almalıdır. Mən bu tərəfə, sağ tərəfə keçmək üçün, listin axırından başlamaq üçün -1 yazmalıyım ki, axırıncısını götürüm. Düzdür. Yəni, ayırt eləmək üçün də ona görə. Onsuz da bu birinci belə yazıblar da. Birinci soldan başlayırlar. 0 imiş, 1 imiş. Bu əslində 2 də yazsaq bu çıxacaq. Yəni 0, 1, 2. Amma biz birbaşa bunu istəyiriksə, bu ola bilər bəlkə 200 dənədir. Biz axırıncısını istəyirik də. Axırıncısını 0 bilirik birincidirsə, axırıncısı axırdan götürmək istəyirəm. Ən axırıncı götürmək istəyirəmsə -1 yazıram. Ən axırdan ikincisini götürmək istəyirəmsə -2 yazıram. Bu formada listədən işləmək olar. İndi biz bax burada bayaq dedik true false müqayisələrdə true false var da, düzdürmü? 0 mənfidir. Bəli, 0 birinci ədəddir. Biz müqayisələrdə məsələn deyirəm ki, h bərabərdir. Bizə istəyir ki, h-a true düşsün ya da false düşsün. H bərabərdir yəni x 10'a bərabərdirsə, bu yazılış Python'da düzgün deyil. Yəni necə düzgün deyil? Biz istədiyimiz kimi düzgün deyil. İkisi də 10 olacaq. H bərabərdir x-ə, o da bərabər. Yəni h da x də 10'a bərabər olacaq. Biz istədiyimiz kimi yazmaq üçün burada 2 bərabər yazmalıyıq. Bax, indi bax belə bir şeydir. Print h. Düzdür. Bax, h-ın nəticəsinə baxaq. H-ın nəticəsi bizə 10 verir. Biz 10 istəmirdik. Axı biz demişdik ki, yoxla gör x 10'a bərabərdir, yoxsa yox. Bərabərdirsə mənə true ver, bərabər deyilsə false ver. Onda biz
riyaziyyatda olmayan, amma Pythonda olan və bir bərabərliyi göstərən iki bərabərdən istifadə etməliyik. Yəni deyirik ki, h bərabərdir x ona bərabərdirmi? Düz olsa true, səhv olsa false. X də ona həqiqətən bərabərdir. İndi tərzindən bir də işlədək. Nə verdi h-ın nəticəsi? True. Gördünüz? Belə bir şey yazmaq olar. H 2 dənə bərabərlik, x 1 bərabərlik 10. Yəni elə bir şey olur. Məqsədimiz nədir bunu yazmaq? Ya ümumiyyətlə deyirəm, yəni belə bir şey olur, h-ı tapmaq üçün. Bunu oxuyaq da görək nə deməkdir. Bu h x-ə bərabərdirsə true, onda mənimsət bunu. Bu yazılış düzgün deyil, çox güman ki. Çünki bir dənə vurub bağlayaq. Bax, görürsən, xəta verir. Burada nə eləmək istəyirsən? Hə, onda ikinci bərabərlikdə. Hə, biz deməliyik ki, bax, bir bərabərliyi mənimsətmədir. Yəni deyir ki, h-ın içinə, h adlı bir qutu var. Onun içinə nə düşəcək? X-la get onu müqayisə elə. Gör, həqiqətən də bərabərdirsə true düşəcək. Fərqlidirsə false düşəcək. Bu isə müqayisədir. Müqayisə adlı. Burada 3 dənə ədəd də ola bilər də. H bərabərdir x bərabərdir y. Axırda yenə 2 dənə bərabərlik 5. Məsələn, belə bir şey yazmalıyıq. Onu da ən axırıncıdan sonra. Məsələn, deyirsən ki, bu da bərabərdirsə y-ə. Bu o deməkdir ki, bunlar üçü də bir-birinə bərabər olmalı. Bir dənə baxmışsan, bunu işlədək. False verdi. Bax, fikir verin, yəni x-in içindəki 10-dur ya. Amma gəlib tam baxır da. Baxır ki, x 10-a bərabərdir. Amma o da y-ə bərabərdir. Axı y 5-dir. Y də 10 olsa. Yəni əslində burada çətin bir şey yoxdur. Bir dənə temanı tutur. Hamısı eyni gedir. Gördünüz? Bəs yaxşı. Biz istəyirik ki, x 10-a da bərabər olsa true alaq. X 5-ə də bərabər olsa true alaq. O necə yazaq? Bax. X 10-a bərabər deyil, amma true alıq. Çünki 5-ə bərabərdir. Yaxşı, biz deyirik ki, x 10-a bərabər olsa və ya 5-dən kiçik olsa true alaq. Yəni 4, 3, 2, 1 və yaxud da mənfi olsa. Necə edeyim? Deyirəm ki, x kiçikdir 0. Yəni mənfidə. Mənfilər hamısı 0-dan kiçikdir. X nə zaman 10 olarsa və ya mənfi olarsa, onda biz nə alacaq? True alacaq. X 5 olsa təbii ki, bu nəyin olacaq nəticəsi? Elmin verir. X 5 olsa true olacaq. X bax, bizim iki şərtimiz var. Or və ya. Yəni deyir ki, x 10 olmalıdır və ya 0-dan balaca olmalıdır və mənfi olmalıdır. Hə, başa düşdüm. İkisindən biri ödənməlidir. 5 olanda ikisindən biri ödənir. 5 olanda yox. Heç biri ödənmir, düzdür. Ona görə nə aldıq? Olsun. Bəs yaxşı, biz desək ki, burada belə bir şey yazsaq sizə düzdür. Belə bir sual verirəm sizə. Elə onu deyirəm. Burada səhvdir. Çünki ikisi bir yerdə ödənilməlidir. İndi səhvdir. Yaxşı, mən burada deyirəm ki, maraqlı bir sual. Baxın, mənfi 5. Mənfi 5 0-dan balacadır. Sizcə bu true verəcək, yoxsa false verəcək? Yenə false verər də. Səbəb nədir? Çünki x mənfi 5-ə bərabərdir, amma 10-a bərabər deyil. İndi gəl burada çarşıdırsa şərti seçdik. Bu heç vaxt ola bilməz. Yəni biz bunun nəticəsi heç vaxt true ola bilməz. Demişik ki, bax belə deyək də. Mən sənə bir qutu verirəm. Qutunun içində deyirəm ki, alma sayı 10-dan olmalıdır və alma olmamalıdır. Sən mənə nə deyərsən? Deməzsən ki, başa düşdüm. Yəni bir dənə variant olmalıdır da, yəni o mənada. Yəni mən sənə 2 dənə şey deyirəm, ikisi də bir-birinə protivdir. Deyirəm ki, bunun içində 10 dənə alma olmalıdır və alma olmamalıdır.
Deyəcəksən ki, bax bu qərar ver də, yəni onda nə olsun yoxsa olmasın. Burada bizim yazdığımız kod əslində belə Python xəta verməsə belə məntiqlə düzgün deyil. Belə bir şey mümkün deyil. Or yazsam hə, ya ondan bağlı. Məsələn deyərəm ki, bunun içində ya 10 dənə almasın, ya da olmasın. İkisindən biri ola bilər də, real həyatda mümkündür. Çünki or ingilis dilində qarşı və ya da yəni ikisindən biri, amma ənddə ikisi də önəmlidir. Ənddə konkret deyirəm ki, bax bu da olmalıdır, bu da olmalıdır. Ola işte. Belə baxanda x əgər bu ayrı-ayrı olsaydı, hə, məsəl üçün x bərabərdir 10-a, yəni 10-a bərabər olmalıdır və y 0-dan. Bunlar ayrı-ayrı ədədlərdir. Biri 10-a bərabər ola bilər, biri 0-dan kiçik ola bilər də. Bu problem yoxdur. Amma eyni ədəd həm 10-a bərabər olacaq, həm də 0-dan kiçik olacaq. Belə bir şey mümkün deyil. Yəni heç bir rəqəm həm 10-a bərabər, həm də 0-dan kiçik deyil. Çünki 10 özü 0-dan böyük rəqəmdir. Aydındır. Bəli, aydındır. Bunu oxuyacaqsınız. Mən bu dərsdə yükləyəcəm dəyişən tipləri. Mən gərək o birisi dərsdə yükləyim ki, ona əlavə video çəkim. Dəyişən ki, burada dəyişən tiplə birbaşa başlamaq. Dəyişən tiplər, hansı dəyişən tiplər var? Bunu oxuyursunuz. Tapşırıq mütləq eləmək lazımdır. Operatorlar, hansı operatorlar var? Bunları praktik edə bilərsiniz. Yenə gəlin dərs bunun davamı. Yəni dediyim kimi bunun üstünü odur ki, hər gün məşğul olanda bir dənə gecikməyində, yəni onda başlayaq. 5-10 dəqiqə tapşırığa baxırıq. Qrupa atmaq var tapşırıq. Saat dərs vaxtına qədər atın da, dərs vaxtı yoxdur. Ən azından saat 10 tamamda atın ki, biz tapşırığa baxa-baxa, görə hələ nə çətinliyiniz olub, hansı hissəni başa düşürsünüz, hansı hissəni başa düşmürsünüz. Davam edək. Burada baxdınız bunlar. Yəni oxudunuz və artıq bax bu çox üstünlükdür ki, siz qabaqcadan bilirsiniz ki, mən sabah nə keçəcəm. Bir var mən sabah sənə gəlib bunu birbaşa göstərəndə belə şok keçirəsən ki, bu nə deməkdir. Amma bir də var gəlib oxuyubsan, göz yaddaşın, şuur altı, nəsə var da, məncə keçəndə daha rahat başa düşəcəksən. Nümunəsi var burada məsəl üçün. Görürsüz? Yəni bunları oxumaq, V3 School-da işləmək, V3 School-da onsuz da biz bilirik ki, ardıcıl gedir burada. Sol tərəfdə baxın, ardıcıl. Düzdür, bu vaxt aparanda amma çox yaxşıdır. Hətta burada bunları keçə bilsəz machine learning-də var. Data science yönümdür. Yəni sabah axşama qədər atarsınız. Bu belə, şu. Yavaş-yavaş, yəni tələsməyə ehtiyac yoxdur. Tez-tez olub nəticə olmayacaqsa bizə lazım deyil. Bizə hər gün bir addım atsaq, 100 addımı 100 günə tamamlayarıq. Problem yox. Aydındır. Bəli, aydındır. Bu arada bunu saxlayayım.